Bugün daha bir milli idarə etmənin maneəsi barədə danışmaq istəyirəm və təşəbbüskarlığın milli idarə etmədə yanlış qəbulu və tətbiqi mövzusuna toxunmaq istəyirəm. Təşəbbüskarlıqla bağlı çox maraqlı bir müşahidəm var. Ondan ibarətdir ki, hamı bir tərəfdən şikayət edir ki, əməkdaşlar təşəbbüs göstərmirlər, standart iş rejimi ilə işləyirlər, yəni səhər gəlib axşam gedirlər və heç bir ideyalar, təşəbbüslər irəli sürmürlər. Amma o biri tərəfdən də vəziyyət dəyişəndə, hər hansı bir yeni əməkdaş gələndə və o müəyyən təşəbbüslərlə çıxış eləməyə başlayanda elə həmin rəhbər əməkdaşlar, hansılar ki, şikayət edilənirdilər ki, bundan əvvəlki təşəbbüslər yoxdur, bu yeni əməkdaşları artıq müəyyən şübhə ilə, müəyyən narahatçılıqla baxmağa başlayırlar ki, nəyə görə bunlar təşəbbüs göstərirlər? Yəni ki, bir tərəfdən hər kəs şikayət edir ki, təşəbbüslər yoxdur, o biri tərəfdən də təşəbbüslər olan kimi hamı bunu narahatlıqla qəbul etməyə başlayır. Burada qeyd etmək vacibdir ki, əməkdaşların təşəbbüsləri sistemli idarə etmədə bir nömrəli inkişaf resursu deyil. Əməkdaşlardan ilk növbədə gözlənilən odur ki, onlar cari işlərini görsünlər.